Mənim balamı öldürüblər. Mənim balamı öldürüblər. Ay millət, ay cəmaət, sizdən xahiş edirəm. Hamının balası var. Bana kömək olun, bana dəstək olun. Tovuzun Əyyublu kəndindən olan sərhəd qoşunlarının Naxçıvandakı hərbi hissəsində xidmət etmiş Natiq Məmmədov iyunun 1-də vəfat edib. Ailə üzvlərinin sözlərinə görə o hərbi xidmətə cəmi 2 ay əvvəl başlayıb. Mətbuatda əskərin qızılca xəstəliyindən öldüyü yazılsa da, ailə övladlarının öldürüldüyünü iddia edir. Ailə həmçinin bildirir ki, dəfn mərasimində çəkilişə icazə verilməyib. Ay cəmaət, dünən buya 20 dənə, 30 dənə polis dövmüşdülər ki, heç kim çəkiliş eləməsin. Ay millət, mən adamı öldürmüşdüm, mən kimsə oğurluq eləmişdim, mən kimsə yaralamışdım, o boyda polisi dövmüşdülər. Ötən ay sərhəd qoşunlarında xidmət zamanı ölən əskər Ramin Cəbrayılovun qohumları da dəfn və yas mərasimləri zamanı polisin çəkilişə icazə vermədiyini Toplum TV-yə bildirib. Hərbi hissədən əskərin intihar etdiyi açıqlansa da, ailə üzvləri bu versiyaya inanmadıqlarını deyirlər. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitoringinə əsasən təkcə bu il Azərbaycan ordusunda azı 22 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib. Onların 6-sı dövlət sərhəd xidmətinin qoşunlarında xidmət edib. İnstitutun direktoru Cəsur Məmmədov deyir ki, sərhəd xidmətinin ölümlərlə bağlı açıqlama verməməsi qurumun ictimaiyyətdə nəyisə gizlətməyə çalışdığını göstərir. Bu onu göstərir ki, deməli ümumilikdə hansısa formada işlər düzgün getmir dövlət sərhəd xidmətində. Yəni dərhal açıqlamanın olmaması, yəni şəffaflığın, hesabatlığın olmaması birbaşa onunla əlaqədardır ki, burada hansısa bir sirli proses var. Yəni onun barədə cəmiyyətin dərhal məlumatlanmasını istəmirlər. Cəsur Məmmədov Gürcüstanı misal çəkərək deyir ki, bu ölkədə yaradılan ictimai şuralar tez-tez hərbi hissələrə baş çəkir, problemləri qeydə alır və onların əsasında yeni qanunlar qəbul olunur. Onun sözlərinə görə Azərbaycanda isə müstəqil media və QHT fəaliyyətinin faktiki olaraq qadağan edilməsi problemlərin araşdırılmasını çətinləşdirir. Ekspert düşünür ki, dövlət sərhəd xidmətində islahatların baş verməsi üçün ilk növbədə rəhbərlik etməlidir. Elçin Quliyev başda olmaqla, dövlət sərhəd xidmətinin rəisi başda olmaqla bütün sistem dəyişilməlidir. Bunlar artıq nə deyək, 10 ildən artıq bir müddətdə artıq bir rəhbərlikdədirlər əsasən və hesab olunur ki, yəni görünür ki, onlar belə deyək, rahatlaşıblar və hər hansı bir ciddi islahat həyata keçirmək, radikal islahat həyata keçirmək niyyətində, fikrində deyillər. Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları uzun illərdir ki, baş verir. Orduda ölüm hallarına etiraz olaraq 2013-cü ildə Bakının Fəvvarələr meydanında əskər ölümlərinə son adlı aksiyalar keçirilib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə 2025-ci ildə Azərbaycanda ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.